Deməli, hörmətli bizim izləyicilər, masa hazırda. Əvvəldən sizə bütün məlumatları verim. Bax, bu gördüyünüz bu hasar, daş hasar. 3 sot torpaq sahəsidir. İçində də 2 otaq ev var. Bax, torpağın çıxarışı var. Kənd təsərrüfatı təyinat torpaqdır. Bax, bu qardaş burada tam yaşayır. Bax, gördüyünüz kimi, bax, belə bir... Həmin sənə məxsusdur, qaqa? Məxsusdur. Qardaş bunu 35 minə deyir. Aşağıda yeri var, bax. Əlavə belə bunun yarım tikililər var da, yarı tikililər deyim, yardımsız tikililər deyim, amma belə bir tikilisi var. Bax, evi arxa tərəfini çəkirəm, 3 sotdadır. Kənd təsərrüfatı təyinat torpaqdır, 2 otaqdır. Qiymətini də sizə dedim ki, 35 min manata deyir. Bax, gördünüz, belə bir ağacı zad da var, belə ağı da var, çox qəşəng yerdir. Yəni demək olar ki, masajda mən görməmişəm. Bilmirəm, bu dəqiqə 35 minə belə ev olsun. 2 otaqdır, yəni 35 min alarsınız, əlavə dər gəzdirərsiniz, işığı var, suyu var, amma qazı yoxdur. Evdə bax, bu vəziyyətdədir. Bax, şimdi girən kimi balaca bir qapını saxla sən, qapını saxla. Bax, girən kimi sağda bunun mətbəx deyib öz üçün. Bax, burada bir yataq otağı. Bax, belə. Burada da bir qonaq otağı. Burada hamam da. İçəridə işim yoxdur ki. Bax, bu da bunun deyim ona yarı tikili gedir da. Bu yarı tikili. Bax, belə sizə torpağın sotunu dediyim, qiymətini dediyim. İndi kimə maraqlısa bizə zəng eləsin.